Salam, xoş gördük sizləri mənim kanalımda. Mən sizin tarix müəlliminiz Tural müəllim. Bugün sizlərə 20 aprel 2025-ci il tarixdə keçirilmiş MGM və OTK-nın birgə təşkilatçılığı ilə təşkil olunmuş blok imtahanı üçün sınaqdan 3-cü qrup, 2-ci qrup və 2 və 3-cü qruplar üzrə tarix suallarının izahını verəcəm. Deməli 11-ci sinif üzrə 11-ci sinif səviyyəsində olan sualların izahıdır. İkinci və üçüncü qruplarda suallar eynidir. Birinci sualımızda nə deyir? Qarabağ General Qubernatorluğunun sərhədlərinə daxil idi. Yəni, orada hansı qəzalar var idi? Burada Vedibasarı çıxarıq, Qazax qəzasını çıxarıq, Şuşa 100% götürərik, Davanşir qəzasını götürərik, Cəbrayılı götürərik və Zəngəzuru götürərik. Doğru cavabımız nə olacaq? 1, 2, 5, 6. O hansı variantdadır? C variantındadır. 62-yə baxırıq. Pyotrdan fərqli olaraq Yekaterinanın dövründə Çar Rusiyası. Yekaterinanın dövründə yürüş eləyib, düzdür, 1796. Amma Pyotr da yürüş eləyib. Ona görə 1 olmaz. 1-i ataq. Baltik dənizindən çıxış dedik ki, Baltik dənizindən çıxış 1721-ci il Niştat sülhü ilə təsdiqlənib. Bu Pyotrun dövrünə düşür. 2-ni də atırıq. Cavab çıxır əslində. Bu 1774-dür. Kiçik Qaynarca sülhünə görə onlar Qaradənizdə üzə bilərdilər. Krımı isə 1783-cü ildə işğal edilər. Bunların hər ikisi Yekaterinanın dövrünə düşür. Doğru cavabımız nə olacaq? A variantı. 65-ci suala baxırıq. Babilər Zeynəb Paşa məşrutə. Babilər üsyanı 1848-1852-dir. Zeynəb Paşa 1898, məşrutə 1905, 1911. Deməli, baxırıq. Cənubi Azərbaycana aid olmaları qalibiyyətlə nəticələnməyiblər. Daha doğrusu, bir dənə burada Zeynəb Paşa üsyanında biraz o qalibiyyəti biz görə bilərik ki, möhtəkirliyi biraz qarşısına alınıb. Amma ümumiyyətlə üçü üçün ortaq deyil. Qacarlar dövləti olacaq, çünki hər üçü Qacarların 1925-ci ilə qədər hakimiyyəti var axiranda ona görə. 19-cu əsrin birinci rübündədir. Biz görürük ki, bu hətta belə deyək, bu 20-ci əsrə keçir. Bunlar isə 19-cu əsrin ikinci və üçüncü, bu isə dördüncü rübündədir. Çar Rusiyasına aidiyyəti yoxdur. Doğru cavab nədir? 1 və 3 hansı variantdadır? D variantındadır. Növbəti sualımız, baxaq, növbəti sualımız hansı sualdır? Biraz bunu böyüdə, kiçildək ki, daha yaxşı görə bilək. Torpaq sahibləri öz mülklərini nəsildən nəsilə nə edə bilərdilər? Ötürmək, satmaq, bağışlamaq hüququ aldılar. Bu islahat Azərbaycan feodallarının torpaq hüquqlarının güclənməsi ilə əlaqədar yeni bir mərhələnin başlanması deməkdir. Bu 1846 6 dekabrdır. 6 dekabr reskriptidir. Tamam. Əsasnamədə ikinciyə baxırıq. Məsələn, ikincidə nə deyir? Əsasnamədə həmçinin sahibkar kəndlərinin vergi və mükəlləfiyyət məsələlərinə də toxunulurdu. Kəndli ailələri bir nəfəri öz iş heyvanı valəti ilə birlikdə 18 gün. 18 gündürsə bu biyardır. Bu da 1847 kəndli əsasnaməsidir. Kəndli əsasnaməsidir. Kəndli əsasnamələr bir də 1870-də var. Orada isə biyar ləğv olunur, pulla əvəz olunur. İndi baxırıq, sualda nə deyir bizdən? Birinci mətndə bəhs edilən islahatdan fərqli olaraq ikinci mətndəki islahata aiddir. Yəni, birinci mətnə aid olmasın, ikinciyə aid olsun. Kəndlərə mülkədar tabelisi 1846-da verilib, olmaz. Yəni, birincidə verilib. Bəylərə polis məhkəmə hüququ da orada verilib. Sonra Xəzər vilayəti 1846-da ləğv olunub. Bunun ümumiyyətlə heç birisinin aidiyyəti yoxdur. 1846-da ləğv olunub, 4 dənə orada deməli quberniya yaradılıb. Ali müsəlman təbəqəsinin torpaqlarının müsadirəsi dayandırılıb. Bu 1842-dədir. Deməli, burada doğru cavabımız nə olacaq? Kişi cinsindən olan kəndlərə 15 yaşı olanlara da 5 desiyatin torpaq verirdilər. Desiyatin. Doğru cavab nədir? C variantıdır. 65-ə baxırıq. Gülüstan, Türkmənçay, Ədirnə və bir də bunların ortağı var. Qacarlar dövləti ruslara hərbi təzminat ödəyib Türkmənçayda. Çar Aleksandrın dövrüdürsə, deməli Gülüstandır 1813. Cənubi Qafqazda Çar Rusiyasının işğalları təsdiqlənir hər üçündə. Axalsıq Paşalığını Osmanlı və Axalsıq Paşalığının bir hissəsini vermişdilər. Ədirnə müqaviləsinə görə vermişdilər. İlk Rus məskənləri 1830-da yaradılıb. Bunun bu müqavilələrə aidiyyəti yoxdur. Doğru cavab nə olmalıdır? 1-ə B, 2-yə A, 3-ə D, 4-ə C. Hansı variantdadır? 1-ə B, 2-ə A, 3-ə D, 4-ə C, D variantındadır. Gəlin baxalım burada növbəti sualımız nədir? Deməli, sualda deyir ki, xəritədə ulduzla verilmiş şəhərin 18-ci əsr, yəni 1700-lər, 1701, 1800-ə qədər.
Düzdür. Bu dövrə qədər olan tarixini müəyyən etməliyik. Pyotrun qoşunları tərəfindən işğal olunması. Pyotr gəlib Dərbəndə, ondan sonra isə onun qoşunları buradan aşağı keçməyib. Yəni Pyotrun qoşunları gəlib oradan gedib Gilana, Rəşdə, oradan qayıdıb gəlib Bakıya. Əsasən sahil yanız olar. Bax bu ərazini işğal edirlər. Dərbəndi, Bakını, bir də buranı. Deməli bu olmaz, bir olmaz. Şah Abbas 1629-da vəfat eləyibsə, Şah Abbas 18-ci əsrə aid deyil. 17-ci əsrə aid, 1604-də azad edilib. Deməli 1 ilə 2-ni ataq. 1 ilə 2-ni atanda isə cavabımız nə olmuş olur? Çıxır. Qarabağ xanlığından asılı düşüb doğrudur. Pənah, bax bura Qarabağ xanlığıdır. Bu da bunun qonşusunda deyə asılı düşə bilər. Bir də Sərdar sarayı var. Sərdar sarayında güzgülü salon var. Həmçinin burada da Göy məscidi var. Ümumiyyətlə İrəvan xanlığının tarixində bax Sərdar sarayıdır, Göy məscidi, bir də güzgülü salonda bunlar mühüm rol oynayır. Yəni daha doğrusu düşür həmişə suallara. Onlardan da səhv eləmirəmsə Göy məscidi bu dəqiqə hal-hazırda bir dənə qalır. O qalanları demək olar ki, dağıdılıb. 67-yə baxırıq. Hansı deyir ki, verilənin yerini dəyişsək, xronoloji ardıcıl alınar. Attilanın Bizans ilə belə deyək, müqaviləsi 1434-dür, bir də 447-dir. Aha. Bu Axunların belə deyək, Herat özlərinə tabe etməsi, Qərbi Qaraxanlı dövlətinin yaranması, bu 1042 götürək bunu. Bölgü xaqanın maneçiliyi qəbul etməsi, bu gələcək 700. Bu Qərbi Göytürkü. Deməli, burada biz 5-i qabağa atsaq, normalda bu 3 gəlməlidir minlərə. 3 aşağıda olmalıdır. Bu 700-lərdədir. Düzdürmü? Hə, doğru cavab nədir? 3-dən 5. 3-dən 5-i dəyişsək yerini nə olar? Ardıcılıqla gedə bilərik əslində. Yəni 434 götürsək, sonra burada biz gəlsək, davam eləsək, burada nə baş verəcək? Əslində Qərbi Göytürk 600-lərdə olacaq, düzdürmü? Qərbi Göytürk 600-lərdə, Bölgü Xaqan 700-lərdə, Qərbi Qaraxanlı isə 1000-də. Doğru cavab C variantıdır. 68-ə baxırıq. 1970-lərə aiddir. Nə? 1970-lərə aid olanı baxağın. Kənan Evran 1980-də olmaz. Kipr olar. Kipr olar 1974. Deməli, biri atsaq. NATO-ya daxil olmadı 1952-dir. Deməli, 5-i dağıtırıq. Sonra qalır buradan mədəni inqilab adlanan hərəkatın başlaması, siyasi sabitliyin pozulması. Burada doğru cavab 2 və 4 olacaq. Növbəti sualımız 69. Biraz kiçildək bunu. Baxırıq 69-a. Deməli, Hindistandır, Çindir və Yaponiyadır. 2 də Yaponiyadır. 19-cu əsrin ikinci yarısında 1856-da Aud knyazlığı ilə yəqin ki, bu Hindistanı deyir. 20-ci əsrin əvvəlində 1911 bu olacaq Çində. Napoleonun işğalına heç birisi məruz qalmayıb. Portsmouth sülhü Koreya. Bu olur Yaponiyaya. Düzdürmü? Yəni Rusiya ilə bağlanıb, Rusiya tanıyıb bunu. Bir də 1889-da yəqin ki, bu konstitusiyada Yaponiyadır. Deməli, 1-ə A, 2-yə B. 1-ə A, 2-yə B. 1-ə A, 2-yə B. Yox, 1-ə A, 2-yə D. 1-ə A, 2-yə D, 3-ə B. Cavab nədir? C variantı. 70-ə baxırıq. Qızıl Ordu dövləti ilə Ağqoyunlu dövləti. Burada diqqətli olmaq lazımdır. 1468-ci ildən 1503-cü ilə qədər dövrü götürmək lazım. Məsələn, Trabzon münaqişəsi 1461-dir. Burada dövlət deyil. Deməli, 2-yə A olmaz. 2-yə A olan D variantı gedər, C variantı gedər. Görün, bəlkə Y variantı da var. Yox, Y variantı yox. Sonra Avropa dövlətləri ilə yox, Ağqoyunlu dövləti və Şirvanşahlar arasında hərbi ittifaq olub orada Şahdağ döyüşündə. 3-ə də A olmaz. Burada görürsünüzmü? Bu da getdi. İndi baxırıq. Qaraqoyunlara qarşı ittifaq yaratmışlar Qızıl Ordu ilə yox. Qızıl Ordu sadəcə bunlara nümayəndə göndərib sərhədlərin toxunulmazlığına təminat alıblar. 1475 kimin dövrüdür bu? Əhməd xanın dövründədir. Uzun Həsən elçi göndərib. Səfəvi dövləti həmin dövrdə olmayıb deyə saziş imzalamayıb. 1-ə B olmalıdır. Cavab nə çıxır? A variantı. 2-də burada Bəyazın dövründə dostluqdur. Amma Malatya döyüşündə Sultan Mehmedin qoşunlarını məğlub ediblər. Ondan 10 gün sonra isə Otluq belində Mehmet bunları məğlub edib.
71-ə baxağın. 71-də cavabımız nə olacaq? Uyğunluğu müəyyən eləyin. Aratda Lulubbi Kuti. Ərazisi Urmiya gölündən Fars İran körfəzinə qədər uzanırdı. Bu Kuti olar. Çünki gedib Mesopotamiyanı tutmuşdular. Dini idarə Maşmaşdis avtomatik Aratdadır. Hökmdar İmaşqunu bu olacaq Lulubbi. İkinci Sarqonun yürüyüşü heç birisində deyil. Akkad dövlətini süquta uğratmışdır. Kutilər. B, C, A, Y. B, C, A, Y hansı variantdadır? Doğru cavab D variantıdır. 72-ci sual Səfəvi dövlət idarəçiliyinin Qaraqoyunlu dövlət idarəçiliyindən fərqli cəhətləri. Ümumiyyətlə, feodal dövlətlərimizin hamısında, quldar dövlətlərimizin hamısında qeyri-məhdud hökmdardır. Yəni, bunlar fərqli deyil. Biri atsaq, aha, vəzirin maliyyə işlərinə nəzarət etməsi, vəzirin işi ilə oydu, ikini də atırıq. Hökmdarın yanında məşvərətçi orqan Qaraqoyunluda da olacaq. Amma burada Səfəvilərdə vəkildir ikinci şəxs. Ağqoyunlu və Qaraqoyunluda isə Əmir Əl-Umarədir. Əmir Əl-Umarə Səfəvilərdə də var, amma üçüncü şəxsdir. Doğru cavab nədir? Yalnız Y variantı. 73-ə baxırıq. Yusif ibn Əbu Sac və Şəmsəddin Eldənizin fəaliyyətinə aid ümumi cəhətlər. Şirvanşahlar asılı asablar okey, hər ikisi. Gürcülər üzərində qələbə hər ikisi okey. Şərqi Gürcüstanı özünə tabi edib, Şəmsəddin Eldənizdə onları Naxçıvan döyüşdə məğlub edib. Yeni dövlətin əsasının qoyulması Şəmsəddin Eldəniz üçün okey, amma Əbu Saad üçün yox. Çünki Əbu Saad Sadilər dövlətinin hökmdarıdır və Sadilər dövlətini yaradan Məhəmməd ibn Əbu Saaddır. Yəni bunun qardaşıdır. Doğru cavab 3-də səhvdir. Yəni 3-ü atsaq elə hardasa 2 variantımız qalır. Vahid dövlətdə birləşdirmə ola bilər. Bəli, 1, 2, 4. 1, 2, 4 olacaq. Burada Dəbil əmirliyi. Dəbil uğrunda Şəmsəddin Eldəniz mübarizə aparıb, amma Dəbil əmirliyi ümumiyyətlə yaradılıb 951-də Məhəmməd ibn Şəddad tərəfindən. Yəni bu Əbu Sad onu görmür. 74. Nə istəyir bizdən burada? Deməli, bu nədir? Şirvanşahların paytaxtı Şamaxı. Bu da Ərdəbildir. Yəqin ki, bu Sacilər dövlətini istəyir bizdən. Sacilər. Bu da Şirvanşahlar. Amma deyir ki, 9-cu əsrin birinci yarısında, yəni 901-dən 950-yə qədər olan dövrdə nə baş verir? Müstəqilliklərinə son qoyulması. Şirvanşahlar 1538-də olmaz. Səlcuqlar olmayıb o dövrdə. Şərqi Gürcistan, Şirvanşahlar Şərqi Gürcistana həmin dövrdə müdaxilə eləməyiblər. Vahid dövlətdə birləşdirən düzdür sazlərdə, amma Şirvanşahlar Azərbaycanı yalnız 1406-cı ildə 2 aylıq birləşdiriblər. O da 15-ci əsr idi. Bizim cavabımız nədir burada? Slavyanların yürüşü. Doğrudur, həmin dövrdə Slavyanların yürüşü var da 909, 910, 914. Yəni burada istənilən halda həm sazilər ziyan görürdü, Gilana çünki hücum edirdilər və yaxud buradan bu Xəzər sahillərinə hücum edirdilər. Həm də Şirvanşahlara hücum edirdilər. İstənilən halda həmin dövrdə artıq Şirvan da bunların tərkibində etsə, biz görəcəyik ki, müəyyən qədər Sazilər dövlətinə də zərər vurmuşdular. 75. Qarabağ müharibəsi tarixində Vətən 2-ci Qarabağ müharibəsindən sonraki dövrə aiddir. Yəni 2020-ci ildən bu tərəfə. 8 noyabrdan sonra 8-11-ci ay deyək də. Bundan bu tərəfə olan. Xankəndini götürərik burada. Hadrudu düşməndən azad eləmişik müharibənin gedişində 2 olmaz. Beynəlxalq hava limanı müharibədən sonra tikilib 1-3. Tamamilə ordumuzun nəzarətinə keçməsə Zəngilanın orada getdiyi çıxdıqda hələ orada müharibə qurtarmamışdı. 4 də götürməyə. Doğru cavabımız nədir? 1-3. Y variantı. 76-cı suala baxaq. Şimali Azərbaycan iqtisadi həyatında baş verən yeniliklər 1860-larda, 1860-69-a qədər də. Bu 1863-dür götürərik. Bu nə vaxt? 1861-dir götürərik. Bu 1846-da götürmərik. Bu da 1853-dür götürmərik. Deməli, C getdi, D getdi. 1-ə C, D varsa atacaq. Cavab elə özündən çıxır. Bu da 70-lərdədir. Bu 1865-dir götürmərik. Sonra, nəsə də burada cavab nə olacaq? A bəndi. 2-yə yalnız nədir? Burada neft daşıyan tanker nədir? Zoroastrdır. 1878. Sonra gəldi 77-yə. Qədim dövr tarixinə aid oxşarlardan biri yanlışdır. Şumer və Hunlar türk mənşəlidir. Okey. Şumerlər Altay dağlarının ətəklərindən gəliblər deyə Mesopotamiya. Onlar da türk mənşəli götürürlər. Bunu onların dillərində olan sözlərdə sübut edir. Yunanistan və Böyük Hun dövləti Makedon İskəndər yürüşünə məruz qalıb. Yunanistan okey, amma Hun dövləti axı ümumiyyətlə Yunanistan da Makedon İskəndər yürüşünə məruz qalmayıb. Yunanistan Makedon İskəndərin atasının yürüşünə məruz qalıb. Yəni Filippin. Artıq Makedon İskəndər hakimiyyətə gələndə Yunanistan onsuz da bunlara tabe edir. Bax burada C düzdür. Bu da düzdür. Bunlarda Hindistanda Padşah Aşokadır, Maurya sülaləsi. Çində də Sindi, Sin Şuxandır.
Qərbi Roma dövləti Çin, Hunlarla mübarizə aparır. Bəli, Hunlar həm də Çindən keçib gəliblər Qərbi Romada da hücumlar eləyiblər. Doğru cavabımız burada nə olacaq? B bəndi. Yəni B bəndində bunlar uyğun deyil. 78 Weimar Respublikasını istəyir bizdən 1919-dan 1933-ə qədər. Baxırıq nə olub orada? Millətlər Cəmiyyəti 1926, SAR 1930, amma burada diqqətli olmaq lazımdır. Avstriyanın birləşdirilməsi 1938, Locarno 1925, Polat Paktı da 1939. Yəni 5-in 5-i ataq, 39-dur çünki o. Sonra Avstriyanın birləşdirilməsi 3-ü də ataq. İndi qalır burada 1 yoxsa 2. Sar vilayətinin referendumla geri qaytarılması artıq faşistlərin hakimiyyətə gəlməsindən sonradır. Ona görə də biz nəyə götürməliyik? Məcbur burada məcbur nə belə deyək, 1 ilə 4-ü götürəcəyik. Doğru cavabımız C variantıdır. Növbəti sualımız gəlirik. Döyüşlərin düzgün verildiyi cədvəli müəyyən eləməliyik. Ərəb-Xəzər müharibələri, Ərəb-Sasani müharibələri, Bələncər döyüşü, hə, Ərəblərlə Xəzər Puati olmayıb, Pilat olub, okey. Nahəvənd olmayıb. Cərmidan da olmuyor. Cərmidan. Amma Savalan olub. Deməli, A variantı getdi, Y variantı getdi və D variantı getdi. İndi baxırıq. Savalan Ktesifon var, Hilat Suason var. Bunlarda problemimiz yoxdur. Bunlar okey. Savalanla və Hilat, Bələncər. Bunlar 2 dənə Bələncər, 3 dənə Bələncər döyüşü var. Savalan var, Hilat var. Bunlar Ərəb Xəzərlərə aiddir. Amma Ərəb Sasanilərə aiddir. Kadisiyadır. Ondan sonra Ktesifondur. Suason deyil. Çünki Suason 486 Roma canişi ilə Franklar arasında olub. Ona görə bu olmaz. Doğru cavab C variantı olacaq. Niyə? Çünki Kadisiyadır, Ktesifondur, sonra indi kitabda olanlardan da Nəqdindən, sonra Cərmidandır, bunlar Vadruzdur, Nahəvənddir, Həmədandır. Bunlar ərəblərlə Sasanilər arasında olan döyüşlərdir. Ki, hansı ki, ərəblər hamısında demək olar ki, qalib gəliblər. Təsəvvürə baxırıq, uyğunluq pozulmuşdur. Aslan Şah Sultan elan edilməsinə vaxtı 1160-cı il. Arslan Şah Atabəy Şəmsəddin Eldənizin oğulluğudur, yəni Möminə xatının oğludur deyə. Bu da böyük Atabəy titulu alır. Faktiki olaraq İraq Səlcuq Sultanlığı idarə etməyə başlayır. A, okey. A, düzdür. Şirvanda Kəsranilər sonrasının varlığına son qoyulmasına vaxtda 1382 Dərbəndilər gəlir hakimiyyətə, amma həmin dövrdə Səlcuq imperiyası yoxdur. Ona görə B bəndi səhvdir. Bizdən nə istəyir? Pozulan, yəni səhvi. Amma C bəndi düzdür. Burada niyə? Çünki Mənsurin Səlcuqlarla ittifaqı pozması 1123-cü ildə nə olur? İraq Səlcuq Sultanı Mahmud Şirvana yürüş edir, amma məğlub olub geri qayıdır. Niyə? Çünki Gürcülər bunlara kömək edir. Toğrul Bağdad tutdu 1055-ci ildə və Abbasilər sülaləsi onlardan asılara düşür. Didiqor döyüşü 1121. 1121-də burada Səlcuqlar məğlub oldu. Ondan bir il sonra 1122-də Səlcuq Tiflis Müsəlman Əmirliyin Gürcülər ləğv edir. Növbəti sualımız 81-ci sualdır. İkinci Dünya müharibəsində iştirak etmiş Azərbaycan döyüşçülərinin fəaliyyətinə aid uyğunluğu müəyyəninin Gəray Əsədov, Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov. İtaliyada partizan dəstələrinin komissarı olan, ümumiyyətlə İtaliya ilə bağlı olan burada Mehdi Hüseynzadə daha çox önə çıxır. Bir də vilayət olmalıdır orada. Vilayət rəhbərdir, amma Mehdi orada komissardır. Ahmet Mişel deyilir Əhmədiyyə Cəbrayılova. Bu Charles de Gaulle-la döyüş yoldaşı olub da belə deyək. Ona görə də ona ən yüksək hərbi mükafat veriblər. Generala, əsgərə generaldan öndə getməyə icazə verən paradda. Paradda əsgərə deyil, generalın önündə getməyə icazə verən medal veriblər. Əgər o əsgər, hansı bir əsgərin o medalı varsa, paradda generaldan öndə gedə bilər. Bu da isə hər adama verilmir. Yəqin ki, təxmin elədiniz əsgər general söhbətindən. Deməli, Rumuniyada baş verən döyüşlərdə iştirak edən Gəray Əsədov. Doğru cavabımız nə olmalıdır? 1-ə B, 2-ə 3-ə C, Y variantı. 82-yə baxırıq. Bizans, burada biraz, baxın burada, Madar Çex ordusu, burada Moxatdadır. Kalka olmaz, Kosova olmaz, Çaldıran olmaz. Moxasla bağlı 2 dənə doğru cavab var. Konstantinopolun fəthi gecikdi Ankara ilə. Yəni Ankara ilə biz görürsünüz Ankara hər ikisindədir. Burada gəlir Kosova və Maltəpə. Kosova 1389-dur. Kosova döyüşündə Serblərlə vuruşublar Osmanlılar. Amma Maltəpə 1354 Orxan Qazi Bizans ordusunu məğlub edib. Doğru cavab nədir? B bəndidir. Xronoloji ardıcıllıq 624 müsəlmanlar Bədir döyüşünə qalib gəlib və bu müslim bu 750-lərdir. Mərkəzi Asiyada üsyan qaldırır və bundan istifadə edən Abbasilər Əməvilər devrir. Klodvik xristianlıq təxminən 500-lərdə qəbul edib. Bu da Otto Müqəddəs Roma İmperiyasının yaradılması 962. O ardıcılığı görsə 3, 1, 2 və 4. Bu ardıcıllıq yazmışsa düzdür.
Baxaq, Hastings döyüşünün Fransaya heç bir aidiyyəti yoxdur 84-də. Çünki Hastings döyüşü 1066-dır və artıq orada İngiltərə ilə bağlıdır. Biri götürməli, ikini götürərik. Çünki Bizans xaslara dəstək verməyib ikinci xas yürüşü məğlub olub, uğursuzluqla başa çatır. Rekonquista hərəkatının baş verməsi Latin imperiyasını yaratmır. Səlb yürüşləri nəticəsində Latin imperiyası yaranır. Rekonquistan gedişində yaranır Portuqaliya, Aragon, Kastiliya və Navarra. Sonra Aragonla Kastiliya birləşir 1479-da. Onlar özlərini İspaniyanı yaradılar. Sonra həmin o İspaniya bu Navarranı Fransa ilə bölür arasında. Portuqaliya isə qalır özlüyündə. Vestfaliya sülhünün imzalanması Avropada dini müharibələrin başlanğıcı qoyuldu. Vestfaliya sülhü isə dövlətlər arasında şey qoyur əslində. Yəni böyük ərazi, böyük, balaca ərazi söhbəti yığışdırılır. Hər bir dövlətin müəyyən bir hüquqi ərazi böyüklüyündən balacalığına asılı olmayaraq hüquqi bir dövlət yaranır. Yəni hər bir dövlətin özünün haqqı çatır öz ərazisinə, neynəsinlər, idarə eləsinlər. Həm də yəni belə deyək də hər bir dövlət balaca və böyüklüyünə asılı olaraq bir dövlətdir. Bir söz sahibi olmaq haqqına sahib olur. İlk dəfə Vestfaliyada yaranır belə bir nizam. Ondan sonra ikinci nizam isə 1815-ci ildə Viyana Konqresindən sonra yaranır. Viyana Konqresindən sonra yaranmış nizamı biz sonra görəcəyik ki, Almaniyanın yaranmasında biz pozulmuş olduğunu görürük. Sonra növbəti nizam 1600, daha doğrusu 1918, 19-20-ci illərdə Versal Vaşinqtondur. Amma o da çox uzun müddət olmur. Növbəti ən son yaranmış nizam da 1945-dən bəri yaranmış nizamdır ki, hansı ki, artıq biz onda yavaş-yavaş dağıldığını görürük. 4 olmaz. Amma 5 olar. Augsburg sülhü 1555 protestantların din azadlığı tanındı. Çünki orada belə deyək də, belə bir qanun verildi ki, nə olsun? Və belə bir razılaşma əldə olundu ki, ölkə kimindirsə dində olunur. Yəni ölkənin sahibi kral yaxud knyaz hansı dinə etiqad edirsə, insanlar da o dinə etiqad eləməlidirlər ya da köçüb getməlidirlər. Doğru cavabımız nə olmalıdır burada? 2 və 5. Sonra 85. Daş dövründən fərqli olaraq Erkən Tunc və Orta Tunc dövründə əkinçilik süni suvarmada Erkən Tuncda yaranıb olacaq. Siklobit işlər son Tuncdadır. Ona görə olmaz. Çünki burada Erkən və Ortanı istəyir. Əhali oturaq həyata keçib Neolitdə, yəni yeni daş dövründə. Ona görə bu olmaz. Köçmə yayılaq maldarlığı Erkən Tuncda yaranıb, deməli olar. Doğru cavab nə olar? 1 və 4. 86-ya baxırıq. Heydər Əliyevin birinci prezidentliyi dövründən, yox, birinci prezident demir burada. Birinci rəhbərlik. Hə, burada diqqətli olmaq lazımdır. Biz birinci prezidentliyi götürəndə 1993, 1998 götürürük. Sonra ikinci prezidentliyi isə 1998-dən 2003-ə qədər götürürük. Amma bu bütövlükdə Azərbaycan tarixində prezident Heydər Əliyevin prezidentliyi yox, ikinci rəhbərliyi hesab olunur. Çünki Heydər Əliyevin birinci rəhbərliyi 1969-dan 1982-yə qədərdir. Bu dövrdə Azərbaycana başçılıq edir. Bu Azərbaycan SSR-yə. 82-dən 87-yə qədər isə 5 il müddətində Moskvada çalışıb. Deməli baxırıq. 1900 bu ikinci rəhbərliyində 1995 konstitusiya var. Amma burada da var. 1978-də konstitusiya var. Deməli 1978 konstitusiyası birinci rəhbərliyinə düşür. 1995 ikinci rəhbərliyinə düşür. Rəhbərliyindən söhbət gedir. Ha, prezidentindən söhbət getmir. Bu bir olmaz. Çünki hər ikisində var. Çünki burada fərqlini istəyir. Yəni. Adam Xankəndi dəmir yolu bu birinci rəhbərliyinə düşür. İkinci rəhbərliyinə düşmür. 1979. Bu da olmaz. Əsrin müqaviləsini götürərik. 1994. Bu təzədən müstəqil olanda olub. Bu da Dövlət Neft Fondudur. Bu da var. Deməli, doğru cavabımız nədir? 3 və 4. 3 və 4 müstəqillik dövrümüzdə, onun ikinci rəhbərliyi dövründədir. Baxırıq 87-yə. Monqolların birinci yürüşü Xarəzmşah Cəlaləddin yürüşü. Usta Bəndər üsyanı 1231-dir. Cəlaləddinə qarşı olub. Yazarıq A-nı 2-yə. Bütövlükdə Ali Monqol xaqanlığına tabe edilməsi Monqolların ikinci yürüşüdür. İkinci yürüşdür. Heç birisinə getmir. Axıstanın hakimiyyət illəri 1243-dürsə, 1260-dırsa, bu Monqolların birinci yürüşünə düşmür. Ya da Cəlaləddinə düşmür. Təbrizi ələ keçirilməmişdir. Monqollar birinci yürüşdə 3 dəfə mühasirə alıb, amma tuta bilməyiblər. Amma Xarəzmşah Cəlaləddin tutub. Axsunqurlular dövləti 1227-də süquta uğradı Cəlaləddin. Ona görə normaldır. 1-ə deyil 2 ayı. 18-ci əsrin 30-cu gəlir situasiyaya. 18-ci əsrin 30-cu illərində Azərbaycanda hakim sülalənin nümayəndələri artıq feodal əyanlar və xalq arasında öz nüfuzunu yox, nə deyil? 18-ci əsrin 30-cu illərində Azərbaycanda hakim sülalənin nümayəndələri. Söhbət kimlərdən gedir? 18-ci əsrin 30-cu illərdə isə 1730-lardan gedir. Bu da Səfəvilərdir.
Çünki Səfəvilərin demək olar ki, böyük bir əksəriyyəti, demək olar ki, hamısı da bir dənə Təhmasibi çıxma şərtində 1722-ci ildə əsir düşmüşdülər. İsfahanda Əfqanlara. Yalnız oradan qaçıb qurtaran kim idi? Təhmasib. Təhmasib də tək özü olub deyə o olub şah. Yəni məsələn tutaq ki, hansısa bir xüsusi keyfiyyətlərinə görə o şah seçilmir və yaxud şah olmayıb. Yəni varisdir falan yox. Təhmasib sadəcə olaraq sülalənin nümayəndəsidir və şah olub. O Təhmasib əslində elə bir vəziyyətdə hakimiyyətə gəlib ki, dövlət də oradan həm iqtisadi tərəfdən çöküb, həm bir tərəfini Osmanlılar tutur, bir tərəfində Səfəvi Ruslar tutur, digər tərəfini isə paytaxtına qədər Əfqanlar tutur. Ya Təhmasibin də burada eləyə biləcəyi bir şey vardı desə yanılmış olarıq. Aha. İndi Səfəvilər sülalə olaraq həm feodallar tərəfindən, həm də xalq tərəfindən belə deyək, onlara inam yoxdur, nüfuzları yoxdur. Onlar daha ölkəni süquta gedən yolda xilas etmək iqtidarında deyillər. Nadir xan öz nöqteyi nəzərindən yeganə doğru yolu taxt tacın həqiqi sahibi olmaqda görürdü. Hakimiyyətin həqiqi sahibi olandan sonra Nadir ümumiyyətlə 1726-cı ildə elə Təhmasib özü komandan təyin edilib. Hakimiyyətin həqiqi sahibi olandan sonra da öz mövqeyini müharibələr vasitəsilə möhkəmləndirməyi, yürüşlərə çıxmaqla həmçinin ölkənin iqtisadını dirçəltməyi, hakimiyyətdəki sülalə dəyişikliyindən narazı qalan əyanları varlandırmaqla onları öz tərəfinə çəkmək məqsəd güdürdü. Bundan ötürü o qədim türk tayfasına görə qurultay çağırdı. Söhbət nədən gedir? Yeni yaradılmış dövlətdən bir sıra sərt islahatlar həyata keçir. Söhbət Muğan qurultayından gedir. Neçənci ildir Muğan qurultayı? 1736. Hə baxalım. Nə istəyir sualda bizdən? Suquta uğradılmış dövlət Səfəvi dövlətidir. 1736-cı ildə Səfəvi. Yeni yaradılmış imperiya isə Əfşarlar. Yəni bunu yazmışsa düzdür. Birini yazmışsa yarımçıqdır. Sonra bəhs edilən qurultay nəticəsində yaranan yeni dövlətdə həyata keçirilən islahatların hərəsinə aid cədvəl üzrə bir nümunə yazın. Bir nümunə, məsələn, burada yaza bilərdiniz ki, bəylərbəyliklər ləğv olundu. 4 bəylərbəyliyin yerinə 1 bəylərbəylik yarandı. Azərbaycan orada öz qardaşı İbrahim xanı hakim təyin edir. Azərbaycan vilayəti və yaxud Azərbaycan bəylərbəyi deyə bilərik. Sonra ümumiyyətlə dövləti 3 bəylərbəyliyə bölüb də bu. Şiraz, Məşhəd və Təbriz 3 dənə bəylərbəylik yaradır. İnzibati cəhətdən, idarə etmədə. Vergidə nə edir? Vergi toplanmasına sərt nəzarət həyata keçirir. Vergi toplanmasının qaydasına salır. Yeni yaranan dövlətin qurucusunu Şah 1-ci Abbasın xarici siyasətinin oxşar cəhətlərindən ikisini yazın. Yeri yaranan Nadir ilə Abbas arasında oxşar cəhət nə ola bilər? Nadir 1743-cü ildə Osmanlılarla sülh bağlayıb. Abbas 1590, 1603, 1612, 1618. Deməli, Osmanlılarla sülh. Xarici siyasət isə Osmanlılar ilə sülh. Sonra Nadir Avropa dövlətlərlə əlaqələr yaradıb, gəmi düzəltmək üçün. Abbas da əlaqələr yaradıb, onların gəmilərindən Portuqaliyalıları qarşı istifadə eləmək üçün. Yaza bilərik. Avropalılarla əlaqələr. Avropa dövlətləri ilə əlaqələr. Tamam. Yəni, bunları yazsanız sizə doğru belə deyək də qəbul eləyərlər. Növbəti daha bir sınağın izahının sonuna gəldik. Ümid edirik ki, bura qədər izləmişsiniz. İzlədiyinizə görə təşəkkür edirəm. Növbəti sınaq izahlarında görüşmək ümidlə sağollaşıram. Sağ olun, özünüzə yaxşı baxın.